Birlikdə ətli pidələrimizi necə bastırma etdiyimizi hazırlayaq. İlk öncə ətimizi jülyen formada doğrayırıq, qaynadıram, süzgəcə töküb suyu süzülür. Bir kənara qoyuruq. Qırmızı biber, yaşıl biber jülyen formada doğranır. Qırmızı soğan yarım ay halqa formasında doğrayıram. Sonra bunları bir qaba tökürəm. Üzərinə duz, qara istiot, pul biber, zeytun yağı vurub çox gözəl qarışdırıram. Bütöv elə qarışdırmaq lazımdır ki, tərəvəzlər, ət və ədviyalar bir-birinə çox gözəl qarışsın. Bu cür saxlama qablarında 150 qramdan porslayıram. Pidələrimin ölçüsünə görə pidələrimin kündəsi 200 qramdır. Siz də evdə pidələrinizin ölçüsünə uyğun olaraq porslaya bilərsiniz. Ağzı qapaqlı olmalıdır, mütləq dondurucuda saxlamaq olar istədiyiniz qədər. Mən dondurucuda saxlamıram, çünki bizdə pidə çox gedir. Normal soyuducuda saxlayıram. Buyurun.